Salam, deməli sizlərə Səfirlər romanı haqqında danışmaq istəyirəm. Əsəri oxuyub tam qurtarandan sonra belə bir qərara gəldim ki, bu əsəri sizlər üçün də təhlilini verim. Deməli, bu Victor Hugo'nun yazdığı Səfirlər romanı böyük həcmə malik olan bir əsərdir. Hətta üzərində də yazıldığı kimi, burada da yazıldığı kimi deyir, əgər Səfirlər romanı olmasaydı, dünya ədəbiyyatı həqiqətən də xeyli yoxsul görünərdi. Əsəri oxuyanda biz onun artıq elə ilk səhifələrindən hiss edirik ki, əsər çox dəyərli bir əsərdir. Deməli, bu əsərin hissələrindən biz 6-cı sinifin ədəbiyyat dərsliyində Kozetta ilə bağlı məlumatlara rast gəlirik. Sonra Qavroşla bağlı məlumatlara rast gəlirik. Sadəcə Səfirlər romanından bir hissə kimi verib keçir. İndi mən sizə onları çalışacağım ki, əhatəli danışım. Deməli, Səfirlər romanının əsas obrazları hansılardır? Səfirlər romanının əsas obrazı, demək olar ki, ən başda gedəni Jean Valjean'dır, Kozettadır, yəni əsərin başlığından ayağa qədər demək olar ki, bunlar davam edən obrazlardır. Ən çox da Jean Valjean. Deməli, Jean Valjean kimdir? Jean Valjean əvvəlcə oğurluqla məşğul olan bir insandır. Və Jean Valjean Miriel adlı bir yepiskopun, yəni şahidin evinə daxil olaraq onun gümüş qaşıqlarını oğurluyur. Və onun gümüş qaşıqlarını oğurlayandan sonra polislər bunu bilirlər və polislər bunu bilib onu tutmaq istəyirlər. Tuturlar, daha doğrusu tutub gətirirlər Miriel'in yanına ki, bəs bu oğurluq eləyib. Amma Miriel o qədər yaxşı insandır ki, Miriel qayıdıb deyir ki, gümüş qaşıqları götürmüşdün deyir. Sən oradan şamdanları da götürməliydin deyir. Şamdanları da mən sənə pay vermişdim. Yəni polisin qarşısında o Jean Valjean'a qarşı elə davranır ki, güya ki bu özü veribmiş kimi. Amma əslində oğurlamışdı həmin o gümüş qaşıqları. Amma orada Miriel bir cümlə işlədir. Deyir ki, mən sənə vicdanınla baş-başa qoyuram da. Yəni bunları sənə verirəm, amma sənə vicdanınla baş-başa qoyuram. Və bu Jean Valjean'da böyük bir təsir yaradır və o öz-özünə fikirləşir ki, mən artıq yaxşı insan olmağa çalışmalıyam. Yəni əvvəlcə o oğurluqla məşğul olan bir insan artıq Miriel'in həmin o cümləsindən sonra artıq hamıya başlayır yaxşılıq eləməyə. Və biz onu əsər boyu görəcəyik ki, Jean Valjean bütün çətinliklərə dözür, hamıya elə bir insan yoxdur ki, onun yanında çarəsiz gördüyü bütün insanların hamısına yaxşılıq eləmiş olur. Elə bir o oğurluğunu bir növ elədiyi yaxşılıqlarla əvəzlənmiş olur. Deməli, Jean Valjean bir fabrik açır, fabrikdə başlayır işləməyə, sonra yaxşı pul qazanır, yəni imkanlı biri olur da, kasıb deyil. İmkanlı biri olur və o başlayır hamıya yaxşılıq eləməyə. Amma Jean Valjean'ın adını tanıyırlar deyə, o katorqa dustağı olduğuna görə onun adını gizlədir. Müxtəlif adlardan Fauchelevent, müxtəlif adlardan, Madlen adından istifadə eləyərək öz adını gizlədir. Və adamlara yaxşılıq eləyəndə də demir. Heç kimin yanında elədiyi yaxşılıqları demir. Və bir gün, deməli, Jean Valjean haqqında hələ ki bu qədər danışaq. Sonra keçək orada Kozetta obrazına. Kozetta obrazı kimdir? Kozetta Fantina adlı bir qadındır. Bunlar 4 qız olurlar. 4 qız elə bir ki, gəzməyə çıxır. 4 oğlan da bunları görür, sevir. Nəsə bunlar sevgili kimi olurlar. Fantina həmin o oğlana, elə bir ki, Fantina'nın həyatında ilk oğlan olur həmin o Kozetta'nın atası. Və Fantina ona aldanır, onun övladı olur və ondan sonra oğlan yaxına gəlmir. Və Kozetta'nı o tək başına böyütməli olur. Bu da onun üçün çətin olur, çünki işləməli idi, pul qazanmalı idi. Buna görə Kozetta'nı o verir Thénardier adlı bir ailəyə. Verir ki, onlar baxsınlar və Thénardier də deməli ona baxır, Kozetta'ya baxırlar. Ancaq ki, Thénardier'in ailəsi çox pulcuyur, ancaq pulu düşünən, yəni o insanın dilindən ancaq pul kəlməsi çıxır. Və Fantina gedir işləməyə başqa yerə. Qızına da hər dəfə pul göndərir. Qızı Thénardier'in ailəsində böyüməyə başlayır. Thénardier'in özünün övladları var idi. 2 qızı var idi, 3 oğlu var idi.
Bu 2 qızını yanında saxlayıb 3 oğlunu da demək olar ki, elə çöldə bayırda böyüdüb. Hətta həmin o Qavroş, bizim dəstələrdə rast gəldiyimiz Qavroş var ha. Həmin o Qavroş Ternadiyenin oğludur. Hətta Ternadiyenin oğlu olduğunu belə özü bilmir. Çünki o elə kiçik yaşlarından küçələrdə böyüyübdür. Orada bir əsərdə dərslikdə var idi. Orada deyirdi ki, Qavroş 2 yetim uşağı, az uşağı yemək verir. Həmin o az uşaqlar da elə onun qardaşları imiş. Amma bir-birlərindən xəbərsizlərdir. Elə Qavroş da öz kiçik qardaşlarına görür yolda bayırda qalıblar az susuz, onlara çörək verir. Yəni öz qardaşları olduğunu bilmədən eləyir bunları. Deməli Ternadiye 2 qızı var. 2 qızı ilə də bu Kozettanı bir yerdə böyüdür, amma Kozettaya göz verib işıq vermirlər. Çox pis davranır onu ilə, bütün ev işlərini ona gördürürlər, onu oynamağa qoymurlar, yəni uşaq həyatını yaşaya bilmir. Amma halbuki anasından nə qədər pullar alırlar. Güya ki, Kozetta xəstəliyə düşübmüş, adı ilə pul alırlar, ölə bilər, zat bəhanələrlə nə qədər pullar alırlar. Sonra bu Fantina artıq ölüm ayağında olanda, bu Jean Valjean həmin vaxtda onun anasının yanında olur və Jean Valjean Fantina xahiş edir ki, mənim qızımı yanıma gətirin də. O da Jean Valjean da görür ki, artıq bu ölüm ayağında çatmayacaq. Amma Fantina öləndən sonra Jean Valjean həmin o Kozettanı axtara-axtara gəlib tapır. O da necə tapır? Bir gün meşədə rast gəlir Kozettaya. Kozettanı göndəriblərmiş Ternadiyenin ailəsi su gətirməyə. O da ağır qablarla gedir. Elə həmin yerdə təsadüfən rastlaşırlar və Jean Valjean ona köməklik eləyir və onu gətirir Ternadiyenin ailəsinə. Ternadiye gilə gələndə o burada bir neçə gün qalmış olur Jean Valjean. Çünki Jean Valjean hara getsə orada qalır. Elə bil onun daimi bir yeri yoxdur. O heç evlənmir də. Ömrünün axırına qədər subay yaşayır. Həm bir yerdə daimi qalmır. Orada gedir qalır bir müddət, burada gedir qalır və bu gəlir Ternadiyenin də ailəsi elə bir yerdir ki, orada başqa gələn qonaqlara da otaq ayrılırlar, qalırlar, sonradan da pul götürülmüşlər. Və Jean Valjean da gəlir həmin yerdə qalır və müşahidə edir, görür ki, burada deməli Kozettaya qarşı çox pis davranırlar. Kozettanı hətta onun qızların oyuncaqları olur, ona yaxın duranda ona acıqlanırlar, qoymurlar onu oynasın. Jean Valjean o zaman deməli sonra Kozettanı hətta Jean Valjean onların əlindən alır. Onların əlindən alır, özündən aparır artıq. Görür ki, ona zülmlər verirlər. Ondan sonra Kozettanı oradan götürüb özündən aparır və ömrünün axırına qədər Kozettaya özü baxır. Kozettaya heç nəyə açıb demir. Yəni onun atası, Kozetta artıq 8 yaşından yuxarı idi. Amma Jean Valjean o qədər yaxşı baxırdı ki, Jean Valjean'ı ata gözündə görürdü və Jean Valjean da ona bir qızı kimi yanaşırdı. Sonra orada Jover obrazı var. O da qayda qanunla işləyən bir insandır. Javerdi, o da elə bil Jean Valjean'ı tutmuşdu. İstəyirdi ki, Jean Valjean'ı həbsə salsın da. Amma Jean Valjean onun əlindən çıxa bilir. Yəni Javer orada elə bir insandır ki, o özü bütün o elə bil ki, qayda qanunla işləyən insan obrazında göstərilir və o sonda özünü öldürür daha doğrusu suya ataraq özünü öldürür. Sonra orada başqa hansı obrazlardan danışım? Deməli, o həmin Ternadiyenin qızları çox qəşəng yaşayırlar. Yəni onlar oradan-buradan pul alırlar demirəm. Ternadiyenin ailəsi ancaq pul üzərində qurulan bir ailə mi deyim, ya elə o tip insanlardandır. Ancaq pul düşünür ki, əllərinə kim keçirsə ondan pul alırlar. Yəni olan hesabına bunlar qızlar, bu 2 qız çox qəşəng yaşayırlar. Yəni çox istədikləri kimi uşaqlarını yaşayırlar. Amma biz sonra görəcəyik ki, onlar artıq böyüdükdən sonra vəziyyət heç də belə qalmır. Kozetta əvvəl pis yaşayır, sonra Kozetta yaxşı həyata köklənir, amma Ternadiyenin qızları əvvəl yaxşı yaşamaqlarına baxmayaraq sonra pis həyat olaraq qismət olur. Deməli, Jean Valjean artıq yəni əsas obraz Jean Valjean olduğuna görə, Kozetta olduğuna görə əsas olan üzərində qalacam. Deməli, Jean Valjean ondan sonra nə edir? Jean Valjean qızı gətirir, Kozettanın yanına gətirir
və Kozettanı ələ keçməsin deyə yəni özü də ələ keçməyindən qorxur. Yəni ələ keçsəydi onu tutacaqdılar. Yəni o da özü də ələ keçmək istəmirdi. Ona görə o müxtəlif yerlərdə gedir, yaşayır. Hətta bir dəfə monastra düşürlər. Monastırda ancaq qadınlar olurmuş. Orada bağbanlıq eləmək adı ilə gedir. Yəni kimlərə yaxşılıq etsə, o yaxşılıq edən insanlar da ona yer gələndə yaxşılıq edirlər və bunların sayəsində Jean Valjean axırda birtəhər sağ qalır və Kozettanı da böyüdə bilir. Sonra Kozetta ilə yəni tanınmasınlar deyə müxtəlif yerlərdə gedirlər, qalırlar və bir dəfə bir yerə gəlib qalanda orada deməli Thénardier'in ailəsi də elə bir Thénardier'in ailəsi artıq qızlara kasıblamışdılar. Onlar geyinməyə zad pis gündə idi. Artıq Kozettaya Jean Valjean yaxşı baxırdı. O qəşəng geyinməyə başlamışdı, gözəl görünürdü. Əvvəl çox çirkin qız kimi görünürdü, amma indi artıq gözəl geyinirdi, gözəl istədiklərini ala bilirdi deyə artıq Kozetta demək olar ki, gözəlləşmişdi. Sonra burada Gillenormand adında bir obraz var. Bir də Marius adında obraz var. Sonra əsas obrazlar içərisində deməli Mariusu da qatmaq olar. Çünki Marius axırda Kozetta ilə evlənən obraz olur. Deməli Mariusun atası polkovnik olur və polkovnik olur. O Waterloo döyüşündə ölür. Amma Waterloo döyüşündə ölənməmişdən qabaq bir məktub yazır. Həmin məktubda yazır ki, Thénardier mənə yaxşılıq eləmişdi. Yəni Waterloo döyüşündə mənə köməklik eləmişdi xilas olmağımda. Və ona görə də mənim oğlum Marius rast gələndə həmin o Thénardier yaxşılıq eləsin. Deməli, Thénardier'in biz bir dəfə yaxşılığını görürük. O da harda? Waterloo döyüşündə Mariusun atasına yaxşılıq eləmişdi. Onda Mariusun atası özü məktubunda yazmışdı. Marius da Gillenormand'ın nəvəsidir. Onlar da imkanlı ailədirlər və Marius özü bu Gillenormand'ın Marius özü deməli təsadüfən Kozettaya rast gəlir. Kozetta elə bil ki, onlar bir növ kirayədə qalırlarmış da. Mariusun qaldığı otaqla bunların qaldığı otaq bir-birinə yaxın olur. Həm də onlar bağda, Lüksemburg bağında görürlər bir-birini. Onlar orada bir-birlərinə aşiq olurlar. Deməli, Mariusla Kozetta bir-birinə aşiq olur. Marius da onu o qədər çox sevir ki, baxmayaraq ki, Jean Valjean Kozettanı çox ciddi şəkildə qoruyur, onu hər şeydən müdafiə eləyir, qoymur ona kimsə yaxın dursun. Amma buna baxmayaraq Marius ona öz sözünü deyə bilir. Məktublar yazır, sonra onunla görüşürlər, hətta yəni bir-birlərinin sevgilərini etiraf edirlər və bir gün Kozetta buna deyir ki, biz artıq çıxıb getməliyik, başqa yerə, İngiltərəyə getməliyik. Bu da qayıdıb deyir ki, Marius da qayıdıb deyir ki, məni gözlə, bir gün mənə vaxt ver. O da Marius da gedir, babası Gillenormand'a deyir ki, bəs belə də mən bir qıza rast gəlmişəm, onu sevirəm, mən ondan evlənmək istəyirəm. Onun babası Gillenormand buna yaxşı qarşılamır. Deyir, o sənin məşuqən ola bilər. O da bu sözü təhqir hesab edir və babasının yanına bir dəfə çıxır, gedir və gəlir. Sonra orada barrikada olur. Yəni o Zaman oğlanlar zad yığılırlar, üsyan qaldırırlar. 1832-ci il üsyanı olur Parisdə və həmin o üsyanda Gavroche da olur. Sonra orada Angelo Rassidir, bir qəribə adı var, o obraz olur. Sonra elə Marius özü də ora qoşulur. Yəni çox adam olur həmin o üsyanda, amma onlar respublika istəyirdilər, amma həmin üsyanda çox adam deməli dünyasını dəyişir. Bunların içərisində Jean Valjean əslində hətta həmin o üsyana qoşulur, ancaq ki, adam öldürmək işinə baxmır. Görün ki, yəni Jean Valjean kimi bir insan, oğru bir insan, amma axırda görürük ki, heç o mübarizəyə qoşulanda sadəcə köməklik edir kimlərəsə. Amma da durub kimisə öldürmək işinə baxmır. Yəni heç kimi öldürmür o mübarizədə. Köməklik bacardığı qədər o
kimə ki qoşulmuşdu, o insan Respublika SSR-lərə qoşulmuşdu. Təbii ki, onlara sadəcə köməklik edirdi, heç kimi öldürmürdü. Amma o birisləri döyüşürdülər, ölürdülər. Amma Jan Valjean orada deməli sağ qalır və çünki döyüş mərkəzində olmur, sadəcə qalxıb köməklik eləmişdi. Və həmin döyüşdə hətta Marius görmüşdü ki, artıq bu Cosetta ilə qovuşa bilmə şansı azdır. Ona görə Cosetta'ya məktub göndərmişdi ki, bəs mən artıq döyüşə gedəcəm, mən öləcəm. Yəni məni gözləmə deyə bir şey yazıb göndərmişdi. Bu məktubda təsadüfən hətta Cosetta'nın deməli məktubu keçir Jan Valjean'ın əlinə. Jan Valjean da məəttəl qalır ki, bəs bu necə olan şeydir, axı mən bunu hər şeydən qoruyuram, bu necə oldu, bu oğlanla tanış oldu. Pis olur əslində, çünki o istər-istəməz Cosetta'nı itirəcəkdir, o da onu itirmək qorxusu yaşayır, pis olur əvvəl. Sonra fikirləşir ki, elə mən Marius'u qorumalıyam, çünki o Cosetta'nın sevdiyidir, Cosetta'nı çox istədiyinə görə onun sevgisinə də hörmətlə yanaşmalı olur. Və həmin o mübarizədə, deməli, Marius ölməsin deyə onu çiynində Jan Valjean daşıyır. Hətta Marius özünü itirir, heç nədən xəbəri olmur, onu kanalizasiyadan keçirir, nə zülümlərlə onu sağ-salamat çıxardır, aparır Jil Normanın, yəni babasının evinə qoyurlar. Sonra orada amma Jan Valjean heç vaxt demir, yəni hələ ki onu demir, heç özü demir ümumiyyətlə ki, Marius'u ölümdən bu xilas eləmişdi də, bunları demir. Sonra axırda artıq Marius babasının yanına gəlmişdi, babası da sevinir ki, bu sağ-salamatdır. Bundan sonra deməli Marius'un babası deyir ki, artıq bunlar evlənsinlər, Cosetta ilə bunu evləndirirlər. Jan Valjean özü işləmişdi, axı fabriki var idi onun, yəni yaxşı pul qazanmışdı və o pulu da götürüb qızı Cosetta'ya verir. Toy müddətində deyir ki, bu sizin pulunuzdur, götürün, istədiyiniz qədər xərcləyin, yaxşı yaşayın, bu sizin haqqınızdır. Amma Marius'a həmin o toy günü Jan Valjean açıb deyir ki, bax, mən katorga dustağıyam. Hətta orada Marius'la Cosetta demişdilər ki, yəni Jan Valjean bunlarla bir evdə qalsın. Jan Valjean da həmin anda heç nə deməmişdi. Sonradan Marius təşrif qırağa demişdi ki, bəs belə də, yəni mən katorga dustağıyam, yəni mənim sizinlə qalmamız yaxşı deyil. Marius da onda çox pis olmuşdu ki, yəni katorga dustağı deyəndə bu heç də yaxşı bir şey deyildi. Ona görə artıq Marius Cosetta'ya daha çox vaxt ayırır, Jan Valjean'ı unutturmağa çalışır ona. Hətta Marius'a deyir ki, bəs o mənim qızım deyil, mən onu sadəcə, onun anası Fantine adında bir qadındır və mən onu sadəcə bir ata kimi böyütmüşəm. İndidən sonra ona baxmaq sənin işindir, amma mən yəni pul baxımından sən nə desən eləyəcəm. Nəysə, bundan sonra artıq Marius'la Cosetta bir yerdə yaşayırlar. Jan Valjean da arada bir gəlir, evin ən soyuq yerində, ən belə lazımsız yerində gəlir, Cosetta'nı görür, gelir. Cosetta da buna acıqlanır ki, bəs ata, sən niyə buranı seçirsən də, gəl sən bizim evimin ən yaxşı yerində yaşamalısan zat. Jan Valjean da buna razı olmur, deyir ki, yox, ehtiyac yoxdur. Axıra yaxın nə olur? Deməli, bu Marius bir gün Thénardier'ə rast gəlir. Thénardier başlayır buna danışmağa ki, sən əslində bilirsənmi ki, o sənin Cosetta'nın atası kimdir, o onun əslində atası deyil. Nə bilim, başlayır Jan Valjean haqqında danışmağa ki, o dustaq olub, nə bilim, onun pis hərəkətləri olub, belə elə. Marius da qayıtdı ki, bunların hamısından mənə xəbərim var. Yəni, bunları mənə Jan Valjean danışmışdı. Sonra Marius da hələ bilmir ki, onu o ölümdən xilas eləyən, o döyüşdə onu kanalizasiya yolu ilə suda bata-bata nə zülmlərlə çıxardan Jan Valjean olduğunu bilmir. Sonra o başlayır, Thénardier deyir ki, bəs o deməli, köynəyinin zırığını gətirir. Sonra köynəyin zırığının yerinə qoyanda görür ki, özünküdür. Sonra deyir ki, bəs o səni öldürmək istəyirdi zat. O da qalib deyir ki, elə əslində məni ölümdən xilas edən o imiş. Thénardier'in söhbətində məlum olur ki, həmin o Marius'u Jan Valjean əslində ölümdən xilas eləyib. O zaman elə bir Thénardier'in söhbətdə hər şey daha tam aydınlığa çıxır. Sonra Thénardier deyir ki, bəs o Madeleinin pullarını oğurlamışdı. Sonra məlum olur ki, elə Madeleine özü
Jean Valjean imiş. Jean Valjean sadəcə adını dəyişmişdi və o var dövlətlər onun özünün imiş. Sonra Fauchelevent ilə onun öz adı imiş. Yəni bunların hamısı axırda Mariusa məlum olur və Marius deyir ki, biz gedib o bizim üçün bir tanrıdır. Biz gedib onu tapmalıyıq və Cosette deyir ki, onu gətirək bizimlə bir yerdə qalsın. Gedib axtarırlar və Jean Valjean'ın evinə gəlib tapırlar. Jean Valjean artıq qocalmışdı, artıq ölüm ayağında idi və Marius ona deyir ki, sən artıq bizimlə qalmalısan. Sonra orada deyir ki, bəs ata deyirlər hər ikisi Jean Valjean'a. Jean Valjean gözləri dolur, çox belə təsir olur bu şeydən. Deyir ki, bəs Cosette yazıb orada deyir ki, bəs mən atası olmadığını demir. Deyir ki, sənin anan Fantina idi. Fantinanı unutma da, o səni çox istəyirdi də. Hə, anasının Fantina olduğunu deyir ona, amma özünün atası olmadığını demir. Belə Marius da deyir ki, gəl gedək bizimlə yaşayasınız, amma da görürlər ki, bəs Jean Valjean ölüm ayağındadır artıq. Və Marius ona minnətdarlığını bildirir ki, yəni sən çox yaxşı insan imişsən. Yəni biz bunu çox gec bilsək də, amma artıq dərk elədik ki, siz necə də yaxşı bir insansınız. Və bundan sonra Jean Valjean dünyasını dəyişir. Marius'un da Cosette xoşbəxt həyatlarını yaşayırlar. Amma Thénardier'in o iki qızı, ona gün verməyən qızlar isə pis vəziyyətdə yaşayırlar. Hətta paxıllıq edirlər Cosette'nin həyatına. Hətta Marius'u Eponina adında böyük qızı hətta onu istəyirmiş, amma Marius ona əhəmiyyət vermir. Marius Cosette'ni sevir və axıra qədər də ona sadiq qalır. Belə, yəni Səhvlər romanının qısa bu 1008 səhifəlik, bu böyük həcmli bir əsəri mən sizə oxuyub yığcam şəkildə danışdım ki, məlumatınız olsun. Belə.